Uşaq deyir, niyə səhvdir ki, müəllimə cümləmizdə inkar var, cümlənin sonunda da eyzə var. Ay əziz tələbələr, mən demişəm ki, vergülə qədər bir cümlədir, bu qısa cavabdır da. Vergüldən sonra da bir cümlədir. Yəni vergüldən əvvəlki inkar sadəcə mənim ikinci cümləni inkarda qoyacağımı bildirir. Amma onun inkara dəxlisi yoxdur. Eyzə özünün olduğu cümlədə inkar istəyir. Yəni Jane doesn't eyzə olardı. Xahiş eləyirəm. Görmürsünüz, arada vergül var. O cümlə ayrıdır. Mənim B variantını düzgün cavab götürməyim o deməkdir ki, eyzəni təsdiqli işlətmişəm. Başqa adı, başqa şey yoxdur bunun. Xahiş eləyirəm. B doğru cavab deyil. C-da cümləm inkardadır. Bu tərəfi də inkar verib. Bəli, inkara inkar qaytarmalıyıq. Sadəcə mənim C variantımda inkarı doesn't-la verib. Burada götürüb inkarımı has-la verib. Bəs biz demişik axı, biz bir cümlənin sualın inkarını ilə düzəldiriksə, qısa cavabı da ondan qaytarmalıyıq. Ona görə C variantı da getdi. D variantında 2 dənə inkar var. Həm never, həm də doesn't var. D variantda belə getdi. Cavab oldu Y variantı. Y-də hər şey mükəmməl yerli yerindədir. Bir dənə inkar verib, doesn't-la da qaytarıb. Bu qədər. Aha. Gəldik 19-a. Səbirli olun, az qalıb. 19-da dear bilirsiniz ki, təki cəmi eynidir. Maral və maral sürüsü deməkdir. Nə bilirəm təkdir, nə bilirəm cəmdir. Varsa təkdir, yoxdursa əlbəttə ki, cəmdir. Burada qışqıra arı işlətməklə mənə deyir ki, mən cəməm. Cəmdirsə onda maçı çıxıram və little çıxıram. Cavabım olur 1, 3 və 4. 1, 3, 4. Yəni D variantı. 20-ni leksikal testlərimizdə rastımıza çıxandı. 20-də deməli put off və postpone deyir, necə sözlərdir? İkisinin də mənası təxirə salmaq deməkdir. Təxirə salmaq deməkdir. Yəni bunlar sinonimdir. Yenə də deyirəm, sizə qəbulda bunları, yəni gözləməyin ki, sinonimi, antonimi tap desin, situasiya tipli verir. Bunlar necə sözlərdir? Various müxtəlif, different müxtəlif. Close yaxın, not close yaxın olmayan. Opposite antonim. Bunlar same mənalı, yəni eyni mənalı sözlərdir. Bəli. Bu PDF-imiz şükür ki, bitdi. Digər PDF-i açaq. Gördüyünüz kimi 2024-ün jurnalıdır. Bu da dövlətinki. Köhnə tələbələr yenə də bilir. Və belə bir məlumat da deyim sizə. İndi hal-hazırda yəni az adam var o boyda tələbə qarşısında bizim bu dərsimizdə. Fikirləşirəm ki, bazar günü yenə dərs salım. 5-ci gün salmayacağımı bilmirəm. Amma bazar günü salacağım dərsdə sınaqla yanaşı, bir dənə sınaqla yanaşı bütün keçdiyimiz bu vaxta qədər ki 45 dənəlik və triallardakı bütün sözlərin hamısını maraqlı formada təkrar eləməyimizi istəyirəm. Yenə sizlə belə qarşılıqlı sual-cavab olaraq iştirak eləməyinizi xahiş edirəm hamınızın. Çox faydalı olacaq, özünüz də görəcəksiniz. 6.1. Hayda, bunun üstündə yaza bilməyəcəm. Heç nə. Belə göstərəcəm daha. Yəqin ki, hamınız görürsünüz. Problem. Orxan, qoy görüm yaza bilirəmmi həmin PDF üzərində? Bir dənə baxım. Dən gözlüyün aşağılar WhatsApp-da PDF yüklüyüm. Yüklədim. İndi bura girək.
Orxan, elə bir yenə yazmaq olmur axı. Hə, yazmaq olur, fişə. Çox sağ ol, Orxan. Hə, yaza biləcəm. Ekran görürsünüz elə hamınız. Yəqin ki. Getdik. Deməli, 6.1. Korea traveled a lot as it was safe and easy at its time. Korea çox gəzirdi vaxtında, yəni həmin dövrdə rahat, təhlükəsiz və asan olduğuna görə. Koreatı tapıram. Deməli, səyahət. Aha, buradadır. They also preferred reading about someone else's adventures to traveling as the travel was difficult and dangerous. Tam antonim verib. Orada verib easy and safe. Burada deyir difficult and dangerous. Mənə deyin görüm, dangerous-ın sinonimi nədir? Cəld. Dəfələrlə demişik. Hazadəs, bəli. Hazar dous yazılan. Keçdik. Onda bu olur false, çünki antonimdir. Prince Henry, hayır, nə gözəl sözlər var burada. Hayır nə deməkdir, yazırıq. Dəfələrlə demişəm. İşə götürmək, bəli, rent mənası da var, icarə. İşə götürməyin sinonimləri. Employ və 2 dənə e ilə yox. Recruit, bəli, recruit, recruit. Employ yerdə yox. Ay uşaqlar, siz niyə bu sözü, ən asan sözü belə yadda saxlayırsınız? Employ, eləcə employ. Hayır, bir də recruit. Bunlar işə götürməkdir. Axırı 2 dənə e ilə qutaran işçidir. R ilə də qutaran sahibkardır, işə götürən. Deyir ki, Henry Koreatı işə götürdü, dərhal təhsilini bitirdikdən sonra. Nə var? Not long after he finishes education. Çox uzun çəkmədən, not long after. Çox uzun müddət çəkmədən o was employed. Orada hire verib, burada employ. İşə götürüldü by Prince Henry. Prince Henry tərəfindən. Çox uzun çəkmədən, yəni dərhal. Elə. Məndə də deyir ki, later. Elə dərhal, bitirən kimi dərhal. Onda olur, true. Later dərhal deməkdir, sonra. Yəni bitirən kimi birbaşa. Qəşəng söz, publish. Publish nə deməkdir? Yazırıq test sinonimini. Nəşrin sinonimi. Type issue, mükəmməlsiz. Type issue, bəli. Qəşəng. Çap elədi 1611-ci ildəki kitabını, o da əks elətdirirdi Picture of Asian Life, Asiya həyatını. Amma onun 11-ci ildə nəşr elədiyi kitabı əks elətdirirdi European Life, Avropa həyatını. Onda olur false. Thomas Koreat journey was not limited to European countries. Onun səyahəti Avropa ölkələri ilə not limitlənmədi. Uşaqlar, limit sözünün sinonimini bilirsiniz, yoxsa yazaq? Bir dənə bilirsinizsə, baxaq görək kimsə bilirmi? Limitlənmək. Tam bounded deyil, yox. Ses oldu, 2 dəfə eşidirəm. Uşaqlar, bu sözləri aradan tapsınız. Google-a yazırsınız elə. Mən dediyim amma daha çox ümumi şey olandı. Restrict. Limitləmək, məhdudlaşdırmaq. Restrict. Yazırıq. Limit bərabərdir restrict. Soruşacağım.
Onun səyahəti limitlənmir Avropa ölkələri ilə. Baxaq. Görək nə deyir. Partly because people were curious. Görək hardadır. Hindistana zada da gedir deyim məncə. Mən niyə tapa bilmirəm? Ha, buradadır. This time he decided to go beyond Europe. Avropadan da beyond bilirsiniz nə deməkdir? Ötə. Outside of something. Outside. Nədənsə kənar. Avropadan kənara getmək istəyir. Eastern Mediterranean, Aralıq dənizinə, Şərqi Aralıq dənizinə, Persiya, Indiya, bəli, bu olur true. Limitlənmir daha təkcə orayla. True. Davam eləyək. 5-ci paragraf nə ilə başlayır? Baxaq görək 5-ci paragrafımızın 2-ci cümləsi nədir? They were entertaining and very popular. Deməli, iki şeyə baxıram. Birincisi, mübtədamın cəm olması diqqətimi çəkir. İkincisi, cümləmin təsdiqli olması diqqətimi çəkir. Mənə deyin görüm entertaining və sinonimləri. Am-use'dan başqa. Bilirsiniz ki, am-use istəmirəm da. Təzə dediyim bir şey istəyirəm. Onu da yox. Engage, ay xeyr, engage məşğul olmaqdır. Sərdən engage yazsın. Yəni, bir dənə adamın yadında qalmayıb indi bu. Indulge. Neçə dəfə deyək? Amuse, entertain, indulge. Bəli, indulge. Glorious dəbdəbəli deyilmi? Deməli, müsbət bir şey lazımdır. Contribute nə deməkdir contribute? Nə idi contribute? Davam eləmək yox, töhvə vermək, kömək eləmək. Assist, aid, to give a hand, to do support, to do favor. Kömək eləmək, contribute, töhvə vermək. Deyir ki, Thomas'ın işləri Persiyada, Indiyada çiçəklənməyə töhfə verdi. Müsbət sözdür, bəli. Səyahətinin çətinliyindən, dangersından danışdı digər abzasda. Kitab çap eləməyindən danışdı başqa abzasda. Amusing, əyləncəli yazıları result nəticələndi social breakdown, cəmiyyətin pozulması ilə. Breakdown mənfi sözdür. Cəmiyyətin aşağı düşməsi ilə, tənəzzülü ilə. Mənfi sözdür. Korea's writing had significant effect on various public sections. Güclü effekti oldu, significant, mühüm effekti oldu müxtəlif ictimai bölmələrdə. Deməli, qalıram mən A ilə Y-nin arasında, 2 dənə müsbət arasında. Sadəcə Persiya ilə Indiyadan da başqa abzasda danışdığına görə cavabım qalır Y. Desəz ki, müəlliməm, bəs cəm, writing cəmdə də Thomas'ın yazıları significant effect on various public sections. While traveling in Eastern Mediterranean, Persia, deməli, mən bunları tapıram, asan yarımçıq cümlə, davamını yazıram. Deməli, cümləm mən bura qədər verib. He sent home detailed letters describing his experience and observation. Detallı şəkildə açıqlama vermək nə idi? Detaylandırmaq. Deyənə halaldır. Yox. Explicit, bəli, mükəmməl Nuranə. Explicit, detaylandırmaq. Üstü örtülü demək nə idi? Implicit.